Marsa köçmək. Hələlik bu vibe bizdə yoxdur. Marsda yaşamaq ideyası kinolarda çox estetik görünə bilər, amma reallıq biraz soyuqdur. Orta temperatur -60 dərəcədir, yəni orada ən qalın gödəkçəniz belə sizi xilas etməyəcək. Atmosfer təzyiqi isə o qədər aşağıdır ki, skafandırsız çölə çıxmaq dərhal game over deməkdir. Planeti isitmək və nəfəs almaq üçün bizə fantastik miqdarda karbon qazı lazımdır. Alimlər hesablayıblar ki, bu iş üçün lazım olan enerji bütün dünyanın illik tələbatından 100 dəfə çoxdur. Texniki olaraq biz hələ o qədər power toplamamışıq ki, başqa planetdə iqlimi dəyişək. Əgər mütləq Marsa getmək istəyirsinizsə, hələlik ancaq robot idarə etməklə kifayətlənməli olacaqsınız. Çünki orada yaşamaq balaca bir qutunun içində süni nəfəs aparatına bağlı qalmaq deməkdir. Öz planetimizin qədrini bilək, çünki yer kürəsinin hələ ki copy-paste variantı yoxdur.